Hello everyone, I hope you are doing great. Today's topic is I can describe people. Now, let's look at here. Gəlin birlikdə bu sözlərin, cümlələrin izahlarına diqqət edək. İlk olaraq necə birinin boyunu soruşa bilərik. Bunun üçün biz how tall is he ifadəsini istifadə edəcəyik bu cümlə. Quruluşu belədir. Bunun yerinə he-nin yerinə artıq hansı şəxsi deyirsinizsə, kimi nəzərdə tutursunuzsa o şəxsi qoyacaqsınız. How tall is she, yaxud is he, yaxud is it deyə bilərsiniz. Əgər yox, you, we, they demək istəyirsinizsə, avtomatik olaraq to be-nin forması da dəyişəcəkdir. Yəni, əmizarı şəxsə görə uyğunlaşdıracaqsınız. Cavabı da verər ki, yenə to be-dən istifadə edəcəksiniz. He is 175. Yəni, burada yenə to be lazımdır. Sualı nə ilə verirsinizsə, cavabda da olmalıdır. İndi gəlin boyları deyərkən, ya boyunu dəqiq bilirsinizsə, dəqiq deyə bilərsiniz rəqəmlərlə və yaxud da ümumi bir anlayış kimi deyə bilərsiniz ki, he is tall, yaxud he is average height. Yəni, ortalama hündürlükdədir. Tall hündür deməkdir. Average height ortalama hündürlük deməkdir. Short isə qısa deməkdir. İndi isə gəlin çəkiyə baxaq. Deməli, çəkiyə necə soruşacağıq? How much does she weigh deyəcəksiniz. Does she weigh? Baxın, bunun da transkripsiyası belə yazılır. How much does she weigh? Diqqət edirsinizsə, burada sualı dudazla verəcəyik. İndi burada she şəxs, üçüncü şəxsin təkində olduğuna görə does'dan istifadə etmişik. Lakin üçüncü şəxsin təkində deyil də başqa şəxslərdə olarsa, avtomatik olaraq biz bunu dəyişəcəyik, do deyəcəyik. Məsəl üçün deyirəm ki, how much do, məsəl üçün, do you weigh? Sənin çəkin nə qədərdir? And she weighs about 60 kilos. Yəni, burada da artıq 60 təxmini olaraq, about burada haqqında deyil, ikinci mənası təxmini deməkdir. Təxminin 60 kilo çəkidədir. Və bunu da dəqiq bilmirsinizsə deyə bilərsiniz slim, incə, zərif mənasında daha nəzakətli formada deyilir. Sin isə bu arıq deməkdir. Bu biraz unpolite way-dir, yəni daha az nəzakətlidir, arıq demək. Onun yerinə slim deyə bilərsiniz. Average weight. Average weight, bu da yenə orta çəkili deməkdir. Average orta deməkdir, ortalama. Və overweight deyəcəksiniz. Bu da artıq çəkili deməkdir. Bilirsiniz ki, kök insana fat deyirik. Yəni, amma bu da yenə nəzakətli deyil. Ona görə də overweight deməyiniz daha uyğun olar. Now let's look at here. Burada var good looking, attractive. Yəni, gözəl görünüşlü, cəlb edici. Bu attractive sözünün kökü də attractdir. Attractdir, yəni bu da cəlb etmək deməkdir. Bir də attraksiyonlar bilirsiniz bu sözü də, attraksiyon. Həmin o sözdən də yadınızda saxlaya bilərsiniz. Yəni, cəlb etmək, cəlb edici. Bu attractive, cəlb edici deməkdir. Sonrakiləri biz describe edərkən, təsvir edərkən biz handsome da deyə bilərik. Handsome, good looking, attractive bu ifadələrdən istifadə edə bilərsiniz. Qadınları təsvir edərkən isə beautiful, attractive deyə bilərsiniz. Yəni, beautiful kişilər üçün çox da istifadə edilmir. Daha çox qadınlar üçün, uşaqlar üçün deyə bilərsiniz. And ugly demək yerinə də, ugly çirkin deməkdir. Onun yerinə not a very attractive deyə bilərsiniz. Bu da daha nəzakətli tərzdə deməkdir. Baxın, burada da izahlarda da hamısını göstərir ki, slim, fat, ugly yerinə digər ifadələrdən istifadə edin. Sinin yerinə slim istifadə edin. Fat yerinə overweight istifadə edin. Ugly yerinə not very attractive istifadə edin. Baxın, overweight da burada. Okay, now let's move here. Və gələk bura. Hair and eyes. Yəni, saçlar, gözlər haqqında məlumat verərkən biz necə deyəcəyik? İlk olaraq sualı öyrənək. Necə soruşacağıq bəs? Sənin saçın nə uzunluqdadır? How long deyəcəyik?
How long is your hair? Yəni senin saçın nə uzunluqdadır? How long? Deyə bilərsiniz ki, məsələn, I have got, yəni mənim varımdır. Short hair, medium length hair, yəni orta uzunluqda deməkdir. Və long hair. Baxın, bu da lengthdir. Yəni burada transkripsiyasında yazım. Bu sızı arası bir səsdir. Hamını çətinlik çəkdiyi də budur. Bu da n deyil, onu da deyim. Bu boğazda deyilən n-dır. Morning sözündəki morning deyilir. Baxın, həmin o n, bu n-dır. Yəni bunu biraz boğazda demək lazımdır. And medium length and long. İndi isə burada rəngə baxaq. What color? Yenə, what color is your hair? Sənin saçın nə rəngdədir? Blond ola bilər, yenə sarışın. Light brown, açıq qəhvəyi. Light açıq deməkdir. Dark brown, tünd qəhvəyi. Grey, grey eynə də yazılır, aynə də yazılır. İkisini görə bilərsiniz. Boz deməkdir. Black, qara deməkdir. And the last one, what kind? Yəni hansı növdədir demək istəyirsinizsə, what kind is your hair? Bunu da yenə deyə bilərsiniz straight, yəni düppədüz saçdır. Curly, qıvırcıq. Wavy, dalğalı deməkdir. Və bu wave sözündən düzəlib dalğa deməkdir. Wavy, dalğalı. Sonra göz rəngləri brown eyes, green eyes, blue eyes. Sonra gəldik bura. Hamı bunun tələffüzünü qarışdırır. Bu sözün tələffüzü, baxın yazın burada hətta. Görürsünüz, biet deyəcəksiniz buna. Biet. Bread deməyin qətiyyən, bread çörəkdir, bu bietdir. Və növbəti isə mustache. Yəni, bu bığ deməkdir. Biet saqqaldır, mustache bığ deməkdir. Və yaşı necə soruşuruq? Bunu how old are you? Bunu bilirsiniz yəqin ki. How old are you? Gəlin bunu biz kateqoriyalara bölək. Hansı yaşdakı insana necə müraciət edilir? Baby, bu 18 months before they can walk. Deməli, yeriməyə başlamamışdan əvvəl körpəyə baby deyirik. Daha sonra onlar toddler olur. Toddler. Yəni, təzə yeriməyə başlayana toddler deyilir. Sonra 2, 10 or 11, yəni 2 yaşdan 10-11 yaşa kimi isə child deyirik təkdə. Children da cəmdə olan uşaqlar deməkdir. Sonra 13 və təxminən 17 yaşa kimi about 17. This age years we say teenager or young person. Yəni yeniyetmə deyirik və yaxud cavan insan deyirik. Cəm versiyası da young people deyəcəksiniz. 18 yaş olduqda isə adult olur. Yəni yetişkin. Mən istəyirəm bir ifadə var. Onları da sizə göstərim. Növbəti sözümüz adolescence-dir. Gördüyünüz kimi. Bu ifadə nə zaman istifadə olunur? Tərcüməsi nədir? The period of time in a person's life when they are developing into an adult. Yəni bu, hələ biz yetişkin deyilik, nə də yeniyetmə deyilik. Artıq bu yetişkinlik və yeniyetmə və yetişkinlik arasındakı yaş dövrü, keçid dövrünə, yəni yeniyetmə olmağımıza az qalmış o dövrə adolescence deyirik. Və daha öncə də dediyim söz toddler. Bu ifadədə a young child especially who is learning or has recently learned to walk. Yəni, hələ ki yeriməyi yeni öyrənir və yaxud bu yaxınlarda öyrənibdir. Bu uşağa, bu körpəyə toddler deyəcəksiniz. Növbəti sözümüz adult oldu, yetişkin deməkdir və about 45-60. Bu yaş aralığında insana isə middle-aged person, yəni orta yaşlı insan deyəcəyik. Sonra 65 yaşdan sonra isə elderly man or elderly woman deyə bilərsiniz. Yəni old yerinə daha yaşlı kişi, daha yaşlı qadın deyə bilərsiniz. Old yerinə baxın görürsünüz. Old sözündən deyir daha nəzakətlidir elderly man or elderly woman demək. Və biz əgər yaşı dəqiq bilmiriksə, onda nə edəcəyik? Deyə bilərik ki,
Məsəl üçün, baxın, teens 13-17 yaş aralığındadırsa birim. Sonra 20-lərin early 20s, 20-lərin başındadırsa, mid 30s, 30-ların ortasındadırsa, late 50s, 50-lərin sonundadırsa, bu ifadələrdən istifadə edəcəyik. Məsəl üçün deyirəm ki, my brother is in his teens. Mənim qardaşım yeniyetməlik dövründədir. Şəxsə görə də mən burada his qoydum. Əgər burada sister yazsaydım, my sister is in her teens yazacaqdım. Şəxsə görə, yəni qoyacaqdım her ifadəsini. Onun yeniyetməlik dövründədir deyəcəkdim. Və yaxud gəlin başqa birinə baxıb deyə bilərəm ki, my aunt is in her late, fərqli bir şey deyək, late 30s. Mənim xalam yaxud bibim her late 30s, yəni 30'larının sonundadır. Baxın, fikir verirsinizsə, hamısı cəmlənibdir. Yəni 20 demirsiniz, 20s deyirsiniz. Və cəmlənməyə də diqqət etsəz görərsiniz ki, bu 20, burada kiçik bir qayda var, bunu yadımıza salaq. Əgər y ilə, yəni y hərfi ilə bitirsə, ondan əvvəlki hərfə baxırıq. T. Əgər samitdirsə, biz onda bu y-nı, yəni İngiliscə y deyilir, bunu silməliyik. Onun yerinə I plus es əlavə etməliyik. Yəni, qayda budur, cəmləndirmək istəyiriksə. Fikir verirsiniz, hamısında I, es-dir. Es, yəni bizim dildə desək, bu cür dəyişir cəmləndirmək istəyərkən. Əgər cəmləndirmək istəyiriksə. Ümid edirəm ki, bura kimi sizə hər şey aydındır.